Yaradan və həyat verən Allah danışırmı? Bizi düşünürmü? Onu tanıya bilərik? Bəli. O bizi düşünür və onu necə tanımağı bizə deyib. 3500 il əvvəl Allah insanlara onun sözlərini yazmağı dedi. 1500 il ərzində 40 müxtəlif adam onun dediklərini qeyd eləyirdi. İlk yazılar qanun və peyğəmbərlər adlanırdı. Allahın sözləri müqəddəs yazılar adlandı. Bir kitabda birləşdirilən həmin yazılar müqəddəs kitab adlanır. Bu sözlər Allahın insanları nə qədər sevdiyi barəsindədir. Bu Allahın hekayəsidir. Başlanğıcda Allah göyü və yeri yaratdı. Yer quruluşsuz və boş idi. Sular üzərində qaranlıq var idi. Allahın ruhu sular üzərində dolaşırdı. Allah dedi, qoy işıq olsun. Və oldu. Allah gördü ki, işıq yaxşıdır. Allah işığı və qaranlığı ayıraraq onları gündüz və gecə adlandırdı. Axşam oldu, səhər açıldı. Bu birinci gün idi. Sonra Allah dedi, qoy sular arasında bir qübbə olsun və yuxarıdakı suları aşağıdakı sulardan ayırsın. Allah qübbəni göy adlandırdı. Axşam oldu, səhər açıldı. Bu ikinci gün idi. Sonra Allah dedi, qoy göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün. Belə də oldu. Allah qurunu yer, su yığınlarını isə dənizlər adlandırdı. Allah gördü ki, bu yaxşıdır. Sonra Allah dedi, qoy yer üzü öz növünə görə məhsul verən bitkilər, bəhərli ağaclar yetişdirsin. Və bu oldu. Allah gördü ki, bu yaxşıdır. Axşam oldu, səhər açıldı. Bu üçüncü gün idi. Onda Allah dedi, qoy göydə əlamətləri, günləri və illəri göstərən çıraqlar olsun. Allah iki çıraq düzəltdi. Gündüz üçün günəşi, gecə üçün ayı, o həm də ulduzları düzəltdi. O onları göy qübbəsinə qoydu ki, yer üzünə işıq saçsın və bu yaxşı idi. Axşam oldu, səhər açıldı. Bu dördüncü gün idi. Sonra Allah dedi, qoy sular canlı məxluqlarla dolsun, göydə quşlar uçsun. Beləcə öz növünə görə törəyib çoxalan su heyvanlarını, quşları yaratdı. O gördü ki, bu yaxşıdır. Onlara bərəkət verib dedi, törəyib çoxalın. Axşam oldu, səhər açıldı. Bu beşinci gün idi. Sonra Allah dedi, qoy yer üzü canlı məxluqlarla dolsun. O, yer üzündəki heyvanları, mal-qaranı və yerdə sürünən hər bir şeyi öz növünə görə yaratdı. Bu yaxşı idi. Sonra Allah dedi, öz surətimizə görə insanı yaradaq. Rəbb Allah torpaqdan insanı düzəltdi və burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu. Beləcə Allah insanı kişi və qadın olaraq öz surətində yaratdı. Allah ilk insanı Adəm, Adəm qadını Həvva adlandırdı. Rəbb Allah dedi, kişi ata-anasını tərk eləyib arvadına qovuşacaq və onlar bir bədən olacaq. Onlar çılpaq idi, amma bundan utanmırdılar. Allah yaratdığının çox yaxşı olduğunu gördü. Axşam oldu, səhər açıldı. 6-cı gün oldu. Göylər və yer yaradıldı. 7-ci gün Allah işini bitirdi. Bu günə xeyir dua verib təqdis elədi. Rəbb Edəndə bir bağ saldı. Torpaqda hər cür gözəl və şirin meyvəli ağaclar yetirdi. Bağda həyat ağacı və xeyirlə şəri bilmə ağacı da var idi. Rəbb Eden bağına baxmaq işini insana tapşırdı. Rəbb dedi,
Xeyirlə şəri bilmə ağacından başqa bütün meyvələrdən yeyə bilərsən. Ondan heç vaxt yemə. Yesən, həmin gün öləcəksən. Allah Adəmlə Həvvaya həyatdan tam həzz almaq üçün hər şeyi sevərək verdi. Bəşəriyyətin ulu ata-anasına Allah həm də ağılla seçmək bacarığını da verdi. Rəbb istədi ki, Adəmlə Həvva hörmətlə onun əmrinə tabe olub, o ağacdan yeməsinlər. Qalan hər şeydən həzz alsınlar. Gözəl bağda sülh içində və xoşbəxt yaşamaq üçün Adəmlə Həvva Allahın müdrikliyinə etibar eləməli və ona hörmət eləməli idilər. Onlar azad həyat üçün şükür eləyib xoşbəxt olmalı idilər. Lakin pis seçim xoşbəxtlik vermir. İnsanlardan əvvəl mələkləri yaradanda Rəbb onlara da azad seçim verdi. İnsanlardan hörmət istədiyi kimi, ruhlar aləmindəki mələklərdən də hörmət istədi. Mələklərin çoxu itayəti seçib, hələ də Rəbbə səcdə eləyir. Əmrlərinə itayətdə insanlara kömək eləyirlər. Digər mələklər isə pis seçim elədilər. Rəbbin sevgisini rədd eləyib, ən gözəl mələk Lüsiferi başçı seçdilər. Lüsifer qüruruna görə Rəbbin yanında şərəfli yerini itirdi. Lüsifer üsyana görə səmadan endi. Çünki o, taxtımı Allahın ulduzları üzərində qoyacam, Rəbb kimi olacam, dedi. Üsyandan sonra bu mələyi müqəddəs kitab şeytan və ya iblis adlandırır. O, yalnız Allaha edilən səcdəni istəyir. Şeytan insanları aldadır, nur mələyi kimi özünü göstərir. Lakin onun yalanları və yalançı dinləri ağrı, əziyyət və məhv gətirir. Allah Lüsiferi məhkum eləyib, sən cəhənnəmə enəcəksən, dedi. Adəmlə Həvvanın yaşadığı gözəl bağda şeytan ilan cildində Həvvaya göründü. İlan Allahın yaratdığı heyvanların ən hiləgəri idi. İlan qadından soruşdu, Allah sizə bütün ağacların meyvələrindən yeməyin deyib? Qadın dedi, bağdakı bir ağacın meyvəsindən başqa bütün ağaclardan meyvə yeyə bilərik. Allah demişdi, o ağacdan yeməyin, yesəniz öləcəksiniz. İlan dedi, ölməzsiniz. Allah bilir ki, bu meyvəni yeyəndə gözləriniz açılacaq, xeyirlə şəri bilib Allahlar kimi olacaqsınız. Şeytan yalanın atasıdır və o, qadını aldadıb ona Allah haqqında yalan dedi. Qadın bu meyvənin gözəl, faydalı olduğunu, dərrakə verəcəyini gördü. Onu dərib yedi. Yanındakı ərinə də verdi. O da yedi. Dərhal gözləri açıldı. Ruhları öldü. Çılpaq olduqlarını gördülər. Əncir yarpaqları ilə özlərini örtdülər. Rəbbin səsini eşidəndə isə Adəm və Həvva bağdakı ağacların arasında Rəbbin huzurundan gizləndilər. Allaha yox, öz ağıllarına güvəndikləri üçün ruhən öldülər və Rəbblə ünsiyyəti itirdilər. Allah Adəmi səslədi. Hardasan? Adəm dedi, səsini eşidib qorxdum, çünki çılpağam, gizlənmişəm. Rəbb soruşdu, kim dedi ki çılpaqsan? Sənə yeməməyi əmr elədiyim ağacın meyvəsindən yedin? Adəm dedi, mənə verdiyin qadın mənə meyvə verdi, mən də onu yedim. Rəbb qadına dedi, neynədin? Qadın cavab verdi, İlan məni aldatdı, mən də yedim.
Rəbb ilana dedi: "Bunu elədiyin üçün bütün heyvanlar arasında lənətləndin. Yerdə sürünüb ömrün boyu torpaq yeyəcəksən. Qadınla sənin aranla nifaq salacağam. Onun nəslindən olan övladı sənin başını əzəcək." Bu lənət Allahın şeytanı məğlub eləmək üçün qadın vasitəsilə xilaskar göndərəcəyini vəd elədiyi ilk yerdir. Allah qadına dedi: "Əziyyətin artacaq, ağrı ilə doğacaqsan. Ərin sənə ağalıq eləyəcək." Adəmə dedi: "Arvadının əlindən meyvə yediyin üçün torpaq lənətlənir. Sənə görə torpaq tikan və qanqal bitirəcək. Ömrün boyu torpağa qayıdacağın günədək alın tərindən çörək əldə eləyəcəksən. Torpaqdan yaranıb, sonda torpağa qayıdacaqsan." Əncir yarpaqları Adəmlə Həvvanın çılpaqlığını örtmədi və Rəbb onları örtmək üçün heyvan dərisindən paltar düzəltdi. Allah bir heyvanı öldürüb dərisi ilə onları örtdü. Adəmlə dünyaya günah və ölüm gəldi. Adamların təqsirini günahsız bir başqasının qanı ilə örtmək Allahın əbədi planıdır. Allah insanların itayətsizlik, özbaşınalıq və təqsirkar olacaqlarını bilirdi. Allah buna günah deyir. Sevən Allah insanların günahlarına görə qurban olmaq üçün bir xilaskar göndərməyi vəd elədi. Sonra Rəbb Adəmlə Həvvanı Eden bağından qovdu. Həyat ağacına yolu qoruyan od qılınclı keruvlar adlı mələkləri qoydu. Adəmin günahından sonra insanlar ölümə məhkum oldu. Lakin Allahın hekayətində ümid var. Adəmlə Həvvanın oğlu oldu. Həvva dedi: "Rəbb mənə oğul verdi." Həvva onun adını Qabil qoydu. Sonra Habil adlı oğlu oldu. O çoban oldu. Qabil isə əkinçi. Bir gün Qabil torpağın bəhrəsindən, Habil isə bir quzunu Rəbbə təqdim elədi. Rəbb Habili və onun qurbanını qəbul elədi. Qabili və onun qurbanını qəbul eləmədi. Qabil qəzəbləndi və Rəbb soruşdu: "Niyə qəzəblənirsən? Niyə qaşqabaqlısan?" Allah Qabilə xatırlatdı ki, günah üçün heyvan qurbanı lazımdır. Əncir yarpağı Adəmlə Həvvanın günahını örtmədiyi kimi, qansız bitki təqdimi də günahı örtməz. Qabil Allaha qarşı üsyanını göstərərək düzgün olanı eləmədi və Allahın istədiyi qurbanı gətirmədi. Qabilin deyil, Habilin qurbanı Allaha itayəti göstərdi. Bütün müqəddəs kitabda Allah göstərir ki, qan tökülməsə günah bağışlanmır. Lakin Qabil itayətlə heyvan qurbanı gətirmədi. Sonra da qardaşı Habili təqsirləndirdi. Tarlada olanda Qabil Habili öldürdü. Sonra Rəbb soruşdu: "Qabil, Habil hardadır?" Qabil cavab verdi: "Bilmirəm, keşikçisi deyiləm ki." Allah dedi: "Sən neynədin? Qardaşının qanı mənə fəryad eləyir. Qan tökdüyünə görə yer üzündə lənətlənirsən." Qabil Rəbbin huzurundan getdi. Onun üsyanı qətlə və ayrılığa səbəb oldu. İllər sonra Adəmlə Həvvanın nəsli çoxalıb artdı. Amma Allah insanın pisliyini görüb kədərləndi. Rəbb dedi:
yaratdığım insanları yer üzündən siləcəyəm. Amma Nuh Rəbbin gözündə lütf tapdı. Nuh salih və qüsursuz idi. Allahla yaşayırdı. Allah Nuh'a dedi, bəşərin sonu çatıb. Zorakılıqlarına görə onları yer üzü ilə birgə məhv eləyəcəyəm. Özünə ağacdan gəmi düzəlt. İçində otaqlar olsun. Üstünə qatran vur. Gəminin uzunluğu 137 metr, eni 23, hündürlüyü isə 14 metr olsun. Yalnız bir qapısı olsun. Sən, arvadın, 3 oğlun və onların arvadları gəmiyə minin. Gəmiyə hər heyvandan bir cüt erkək və dişi götür. Pak heyvanlardan isə 7 cüt erkək və dişi götür. Nuh gəmini tikərkən Allahsız adamlara xəbərdarlıq eləyib deyirdi: Allaha etiram eləməyənlər məhv ediləcək. Onlarsa Nuh'a ələ salır, gülürdü. Lakin Nuh və ailəsi iman elədilər. Gəmiyə vaxtında mindilər və Rəbb qapını örtdü. Sonra yer üzünə 40 gün, 40 gecə yağış yağdı. Yerin altından su fışqırdı. Yer üzündə sular artdı. Gəmi üzənədək su çoxaldı. Su yer üzündəki hər şeyi, təpələri, dağları örtdü. Bütün canlılar öldü. Quşlar, malqara, yeriyən və sürünən heyvanlar, hər bir insan, hamısı suda məhv oldu. 150 gün ərzində yer üzünü su örtmüşdü. Lakin Allah Nuhu və gəmidəki canlıları xilas elədi. Sonra Allah yer üzünə külək göndərdi və su azaldı. Su yer üzündən çəkilirdi. Gəmi Ararat dağlarında dayandı. Bitkilər yenidən bitməyə başladı. Allah Nuh'a gəmidən çıxın, dedi. Onlar da çıxdılar. Sonra Nuh qurbangah düzəldib Rəbbə qurban gətirdi. Allah Nuh'a və onun oğullarına dedi: Törəyib çoxalın, yer üzünü bürüyün. Yemək üçün bitkilərdən başqa heyvan ətini də yeyə bilərsiniz. Amma insanı öldürən özü də öldürüləcək. Çünki insan Allahın surətində yaradılıb. Allah dedi: Mən sizlə və sizdən sonraki nəsillə əhd bağlayıram. Daha heç vaxt bütün insanlar və heyvanlar daşqından məhv olmayacaq. Göy qurşağı əhdimin əlaməti olacaq. Bulud gələndə göy qurşağı olacaq. Mən bu əhdi yada salıb canlıları məhv eləməyəcəyəm. Nuhdan bir çox nəsil sonra adamlar bir dildə danışıb Orta Şərqdə bir düzənlikdə məskunlaşdılar. Sonra dedilər: Gəlin bir şəhər və bir qüllə tikək. Özümüzə ad çıxarıb bütün dünyaya yayılmayaq. Bu, yer üzünü bürüməyə aid Allahın əmrinə zidd idi. Bu qülləni tikməklə onlar öz qürurlarını və Allaha itayətsizliklərini göstərdilər. Onlar Rəbbə yox, yaradılışa səcdə eləməyi seçdilər. Rəbb adamların tikdiyi şəhəri və qülləni gördü. O dedi: Adamlar birləşirlər. Hamısı eyni dildə danışdıqlarına görə istədiklərini eləyə biləcəklər. Onların dilini qarışdırım ki, bir-birini başa düşməsinlər. Rəbb onların dillərini qarışdırdı və tikinti dayandı. Buna görə şəhərin adı Babil, yəni qarışıqlıq oldu. Burada Rəbb dilləri çoxaldıb, adamları yer üzünə yaydı. Böyük daşqından təxminən 400 il sonra Allah
Orta Şərqin Ur şəhərində İbram adlı bir adamı çağırdı. Allah ona dedi, torpağını və qohumlarını tərk elə, göstərəcəyim torpağa get. Mən səndən böyük xalq yaradıb, sənə xeyir-dua verəcəyəm və adını ucaldacam. Sənə xeyir-dua verənlərə xeyir-dua, sənə lənət eləyənlərə lənət eləyəcəyəm. Xalqlar sənin vasitənlə xeyir-dua alacaq. İbram Rəbbin sözü ilə yola düşdü və Kənan torpağına gəldi. Rəbb İbrama dedi, bu torpağı sənin nəslinə verirəm. Göyə baxıb ulduzları saya bilərsənsə say, nəslin o qədər olacaq. İbram və saray sonsuz olsalar da, İbram Rəbbə inandı. Rəbb onun imanını ona salihlik saydı. İbram dedi, ya Rəbb, bu torpağı miras alacağımı nədən bilim? Allah dedi, bu olacaq. Nəslin yad ölkədə qərib olacaq. 400 il onlara zülm eləyəcəklər. Bir xalq onları qul eləyəcək. Amma mən onu cəzalandırıb, sənin nəslini azad eləyəcəm. 4-cü nəslin buraya qayıdacaq. Lakin İbramın arvadı Saray hələ də sonsuz idi. Saray İbrama dedi, qoy Misirli qarabaşı Həcərdən övladın olsun. Onu öz övladım hesab eləyərəm. İbram Sarayla razılaşdı. İbram Rəbbi sevsə də, Saraydan ona övlad verəcəyinə inanmırdı. Həcərdən oğlu oldu, onun adını İsmail qoydu. 13 il sonra İbramın 99 yaşı olanda Rəbb ona dedi, külli ixtiyar Allah mənəm, yolumdan get. Sənə yeni ad verirəm, İbrahim, çoxların atası. Sarayı isə Sara, mələkə deyə çağır. Saradan sənə xeyir-dua ilə bir oğul verəcəyəm. Sara millətlərin anası olacaq. İbrahim dedi, kaş İsmail sənin huzurunda yaşasın. Allah cavab verdi. İsmail üçün duanı eşitdim. Ona xeyir-dua verdim. Nəslini çoxaldacağam. Ondan böyük millət törədəcəyəm. Allahın sözü ilə İbrahim və İsmailin nəslindən ərəb xalqı yarandı. Allah dedi, Saranın oğlu və ondan sonraki nəsli ilə isə əbədi əhd bağlayacağam. Sonra Sara oğul doğdu. Adını İshak qoydular. İshak böyüyəndən sonra Rəbb İbrahimin imanını sınadı. Allah dedi, İbrahim. O cavab verdi, buradayam. Allah dedi, sevdiyin yeganə oğlunu, İshakı götürüb, Moriya torpağında göstərəcəyim dağda mənə yandırma qurbanı təqdim elə. İbrahim tezdən qalxdı və Allahın dediyi kimi İshakı götürdü. 3-cü gün İbrahim uzaqdan təyin olunmuş yeri gördü. İbrahim yandırma üçün odunu götürdü və İshaka verdi ki, daşısın. Özü isə odu və bıçağı götürdü. İkisi də dağa çıxdı. İshak İbrahimdən soruşdu. Ata, od və odunumuz var. Bəs yandırma qurbanı hardadır? İbrahim dedi, Allah özü üçün qurban quzusunu təmin eləyəcək. Beləliklə onlar Allahın İbrahimə göstərdiyi yerə çatdılar. İbrahim orada qurbangah düzəldib odunu düzdü. İshakın əl-qolunu bağlayıb qurbangahın üstünə qoydu. İbrahim əlini uzadıb oğlunu kəsmək üçün bıçağı götürdü. Həmən an göydən Rəbbin mələyi onu çağırdı. İbrahim, İbrahim. O dedi,
mən buradayam. Rəbb dedi, İshaqa bir şey eləmə. Gördüm ki, sən Allahdan qorxursan, öz oğlunu əsirgəmədin. İbrahim başını qaldırdı və buynuzu ilə kolluğa ilişmiş bir qoç gördü. İbrahim oğlunun yerinə qoçu götürüb qurban gətirdi. İbrahim bilirdi ki, İshaqı qurban versəydi, Allah onu dirildib onun barəsində dediklərini eləyəcəkdi. Allah dedi, sənə xeyir dua verirəm, nəslini ulduzlar qədər eləyəcəm. Bütün millətlər sənin nəslinin vasitəsilə xeyir dua alacaq. Çünki mənə itayət elədin. İbrahim sevindi. Çünki Eden bağında vəd edilmiş xilaskarın onun nəslindən gələcəyini anladı. İbrahimin sınağı Allahın yeganə sevimli oğlunu bəşəriyyətə görə qurban verəcəyini göstərdi. Bir müddət sonra İshaq evləndi. Yaqub və Esav adlı əkizin atası oldu. Sonra Allah Yaquba İsrail adını verdi və o seçilmiş nəslin davamçısı oldu. Yaqubun 12 oğlu oldu. Onlardan biri Yusif qardaşları tərəfindən köləliyə satıldı. Lakin Allahın köməyi ilə o Misirdə Fironun yanında nəzarətçi oldu. Yusif qardaşlarını bağışladı. Bütün qohumlarını Misirə çağırdı. Onları dəhşətli aclıqdan xilas elədi. Beləliklə, İsrail oğulları kimi tanınan İbrahimin, İshaqın və Yaqubun 70 nəfər nəsli Misirə köçdü. Allahın dediyi kimi, bir gün onlar burada qul olacaqdı. İsrail övladları çoxalıb Misri doldurdular. Lakin Yusifi xatırlamayan yeni Firon narahat olmağa başladı. O, Misirlərə dedi, bu Yəhudilər bizdən çoxdur. Onlarla ağılla davranmalıyıq. Onların çoxalmasına icazə versək, müharibədə düşmənimizə qoşulub bizə qarşı döyüşə bilərlər. Onda Misirlilər onları kölə elədilər. Qəddar qul ağaları İsrail oğullarının həyatını ağır işlə acı elədilər. Amma onların sayı çoxalırdı. Firon Yəhudi mamaçalarını çağırıb əmr elədi. Doğuş zamanı doğulan körpə Yəhudi qızlarını sağ qoyun. Oğlanlarını isə öldürün. Bir Yəhudi ana yeni doğulmuş oğlunu gizlədirdi. Lakin 3 aydan sonra gördü ki, artıq gizlədə bilmir. O, körpəsini qatranlanmış səbətdə çayın qamışlığına qoydu. Fironun qızı çimmək üçün çaya enəndə qamışların arasında səbəti tapdı. Ağlayan körpəyə yazığı gəldi və dedi, bu Yəhudilərin uşaqlarındandır. Körpəni götürüb onu oğlu kimi böyütdü. Adını Musa qoydu, yəni sudan götürülmüş. Beləliklə Musaya Misir səltənətinin varisliyi təyin olundu. Musa böyüdükdən sonra köləlikdə olan Yəhudi qohumlarına baş çəkdi. Onların çətinliklərinə nəzər salanda o bir gün bir Misirlinin Yəhudi qulunu döydüyünü gördü. Musa heç kimin baxmadığını görüb Misirlini öldürdü və cəsədini bastırdı. Firon Misirlinin ölümünü eşidib Musanı edam eləmək istədi. Musa qaçıb Midyan torpağında gizləndi. 40 ildən sonra o Firon öldü. İsrail oğulları qulluq altında inləyirdi və fəryadları Allaha ucaldı. Beləliklə Allah İbrahim, İshaq və Yaqubla bağladığı əhdi davam elətdirdi. Musa çoban oldu və səhrada sürüsünü apararkən kolluqda, alov içində Rəbbin mələyi ona göründü. Qəribədir ki, kol od içində yanıb qurtarmırdı. Musa dedi, mən ora bu gözəl mənzərəni görməyə və o kolun niyə yanmadığını öyrənməyə getməliyəm. O yaxınlaşanda Allah onu Musa, Musa deyə çağırdı. Musa dedi, mən buradayam. Allah dedi, buraya yaxınlaşma. Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəsdir. Mən sənin atanın Allahıyam, İbrahimin, İshaqın və Yaqubun Allahıyam.
Musa üzünü gizlətdi, çünki Allaha baxmaqdan qorxurdu. Rəbb dedi, xalqımın Misirdə çəkdiyi əzab-əziyyəti gördüm, fəryadlarını eşitdim. Mən onları Misirlərin əlindən qutarıb, süd və bal axan yaxşı bir torpağa gətirəcəyəm. İndi Musa, səni Fironun yanına göndərəcəm ki, sən xalqımı Misirdən çıxarasan. Musa Allaha dedi, mən kiməm ki, Fironun yanına gedim və xalqını Misirdən çıxarım? İsrail oğullarına, məni sizin yanınıza atalarınızın Allahı göndərdi desəm, adı nədir? Soruşsalar, mən nə deyim? Allah Musaya dedi, var olan mənəm, İsrail övladlarına de, mənəm deyən məni sizin yanınıza göndərdi. Musa Rəbbə dedi, ya Rəbbim, mən natiq deyiləm, mən yaxşı danışa bilmirəm, sözlərim qarışır. Rəbb cavab verdi, İnsanın ağzını kim yaradıb? Mən deyiləmmi? İndi get, qardaşın Harun yaxşı natiqdir. Bir yerdə danışın, mənsə sənin və onun ağzı ilə danışacağam. Sizə neynəməli olduğumu öyrədəcəyəm. Misrə qaydanda Firona möcüzələr göstərəcəksən. Mənsə onun ürəyini sərtləşdirəcəyəm ki, xalqı buraxmasın. Firona de, Rəbb dedi, İsrail mənim oğlumdur, ilkimdir. Oğlum getsin, mənə qulluq eləsin. Əgər buraxmasan, hətta sənin ilk oğlunu da öldürəcəyəm. Musa və Harun Fironun yanına gedib bu xəbəri çatdırdılar. Həmçinin bəyan elədilər. Rəbb deyir, xalqımı burax. Firon dedi, Rəbb kimdir ki, İsraili onun sözü ilə buraxım? Rəbbi tanımıram, Yahudiləri də buraxmaram. Musa qayıdıb soruşdu, ya Rəbb, məni niyə ora göndərdin? Mən Fironun yanına getdim, amma sən xalqını azad eləmədin. Allah dedi, mən Rəbbəm, İbrahimə, İshaqa və Yaquba ancaq küll ixtiyarı Allah adı ilə göründüm. Mən tezliklə Misirdə özümü xilaskar Rəbb kimi göstərəcəyəm. Misirlərə sübut eləyəcəm ki, bütün insanlar yaradılışa deyil, Allaha ibadət eləməlidirlər. Fironun yanına gedin. Əsanı götürüb əlini Misir sularına uzat. Musa və Harun Rəbbin əmri ilə çaydakı suya vurdular və bütün su qana çevrildi. Balıqlar öldü, çay iyləndi, Misirlilər sudan içə bilmədilər. Rəbb yenidən Musaya dedi, Fironun yanına get və de, Rəbb deyir, xalqımı burax ki, mənə ibadət eləsin. Buraxmasan, Misiri qurbağalarla dolduracam. Firon, xeyr, dedi. Beləcə qurbağalar Misiri bürüdü. Qurbağalar evlərə, yataq otaqlarına, çarpaylara, sobalara və ləyənlərə girdilər. Firon Musa və Haruna dedi, Rəbbə yalvarın ki, qurbağaları götürsün, xalqı buraxacam. Firon bəladan xilas olub, Rəbb dediyi kimi ürəyini sərtləşdirdi. Allah Misrə bəlalar göndərir. Firon da hər dəfə bəlanı dayanması üçün yalvarır, lakin yenə də İsrail oğullarını buraxmırdı. Sonra Allah bütün Misir torpağında yerin tozunu mığmığalara çevirdi. Onlar da adamların, heyvanların üstünə qondu. Misir sehirbazları Firona dedilər, bu Allahın işidir. Sonra Allah Firona və onun əyanlarına milçək göndərdi. Sonra Allah dəhşətli vəba göndərərək Misirin bütün mal-qarasını qırdı. İsraillərin isə mal-qarası ölmədi. Sonra Musa Fironun yanına gəlib göyə kül səpdi. Misirlərin və heyvanların üzərində çıban çıxartdı. Sonra Allah Misirə güclü dolu yağacağını xəbər elədi ki, Rəbbin sözünə inananlar öz qullarını və mal-qarasını gizlətsinlər. Amma
Məhəl qoymayanlar qullarını və malqarasını çöldə qoydular. Sonra odla qarışan dolu yağıb tarlaları məhv elədi. Hər ağacı qırıb çöldə nökərləri və heyvanları öldürdü. İsraillərin yaşadığı torpaqda isə dolu yox idi. Rəbb Misir torpağına çəyirtkə göndərdi. Onlar torpağı örtüb qaranlığa bürüdülər. Bitkilərin qalığını yedilər. Misir torpağında heç bir yaşıllıq qalmadı. Sonra Rəbb qatı qaranlıq göndərdi. O, 3 gün ərzində bütün Misir ölkəsində qaldı. İnsanlar bir-birini görmürdü. Evlərindən çıxmırdılar. Lakin İsraillərin evlərində işıq var idi. Firon yenə cəmaatı buraxmadı. Hətta Musanı hədələyib dedi: "Məndən uzaqlaş, gözümə görünsən öləcəksən." Musa cavab verdi: "Düz deyirsən, daha gözünə görünmərəm." Sonra Rəbb Musaya dedi: "Mən Fironun və Misirin başına daha bir bəla gətirəcəm. Bundan sonra o, bütün xalqımı Misirdən qovacaq. Bu bəla Misirdə Fironun ilk oğlundan tutmuş, dəyirmançının ilk oğluna qədər bütün ilk oğulları öldürəcək. Bütün Misir torpağında heç vaxt olmamış və bir daha olmayacaq fəryad qopacaq." Musa, bütün İsrail cəmaatına de, onlara mənim adımdan de, hər ailə üçün bir yaşlı, qüsursuz erkək quzu seçin. 4 gün sonra Yəhudi cəmaatı onu axşam kəssin. Bir çəngə züfa otu ilə quzunun qanını qapı çərçivəsinin üst dirəyinə və 2 yan taxtalarına sürtsün. Və heç biriniz səhərə qədər evinizdən bayıra çıxmasın. O gecə quzunu odda bişirib yeyin. Lakin onun heç bir sümüyünü qırmayın. Onu mayasız çörəklə yeyin. Bu, Rəbbin Pasxa bayramıdır. Mən Misirdən keçib, bütün ilk doğulan həm insanı, həm də heyvanı öldürəcəm. Bütün Misir allahlarına cəza verəcəyəm. Mən Rəbbəm. Qan sizin olduğunuz evlərdə təhlükəsizlik əlaməti olacaq. Mən qanı görəndə məhv edicini evlərinizə girməyə qoymayacağam. O sizi ötüb keçəcək. Beləliklə, bundan sonra hər il mayasız çörək bayramını qeyd eləyin və onu Rəbbin Pasxası adlandırın. Musa və Harun vasitəsilə Rəbbin verdiyi əmri İsraillər yerinə yetirdilər. Gecə yarısı bu baş verdi. Rəbb Misir Fironunun ilkin oğlundan zindandakı əsrin ilk oğluna qədər bütün ilk oğulları öldürdü. Hətta malqaranın da ilk balası öldü. Firon, əyanları və bütün Misirlilər gecə yuxudan oyandılar. Misirdə böyük fəryad qopdu. Ölünün olmadığı ev yox idi. Amma qapı dirəkləri quzu qanı ilə işarələnmiş evlərin içərisində olanlar xilas oldular. Firon Musanı və Harunu çağırıb dedi: "Hamını oyadın, sən və İsrail övladları mənim xalqımdan uzaqlaşın. Gedin istədiyiniz kimi Rəbbə xidmət eləyin." Misirlər Yəhudiləri tələsdirib, onları mümkün qədər tez ölkədən çıxararaq qışqırdılar: "Getməsəz hamımız öləcəyik." Misirlər yola düşən Yəhudilərə hətta qiymətli daşlar və qızıl verdilər. Milyonlarla İsrail övladları öz malqaralarını da özləri ilə götürüb yola çıxdılar. Allahın dediyi kimi İbrahimin nəsli qul oldu və 4-cü nəsildə köləlikdən böyük var-dövlətlə çıxdı. Beləliklə, Allahın ilkini, bu böyük xalq Misir torpağını tərk eləyib səhrada düşərgə saldı.
Rəbb Musaya dedi: "Tezliklə Firon sizin səhra tələsinə düşdüyünüzü düşünəcək. Mən Fironu inadkar eləyəcəm ki, o sizi təqib eləsin. Lakin mən izzətlənəcəyəm və Misirlilər biləcək ki, Rəbb mənəm." Allahın dediyi kimi, sonra Firon və məmurları dedilər: "İsrailli qullarını niyə buraxdıq?" Firon öz zabitlərini, döyüş arabalarını və ordusunu götürüb Yəhudiləri təqib elədi və Qırmızı dənizin sahilində onlara çatdı. Yəhudilər Misirləri görəndə dəhşətə gəlib Rəbbə fəryad elədilər. Musa xalqa dedi: "Qorxmayın, Rəbbin sizə göstərəcəyi xilası görün. Çünki bugün gördüyünüz Misirliləri bir də görməyəcəksiniz. Rəbb sizin üçün döyüşəcək." Sonra Rəbb Musaya dedi: "Əsanı qaldır, əlini dənizin üzərinə uzadıb onu ikiyə böl ki, İsrail övladları dənizin ortasından quru yerlə keçsin." Musa əlini dənizə uzatdı. Rəbb güclü külək əstirdi. Dənizi geri çəkdi və sular ikiyə bölündü. İsrail dənizin ortasından keçdi. Hər iki tərəfində su divarı var idi. Fironun atları, döyüş arabaları, süvariləri quru yerlə gedib Yəhudiləri təqib elədilər. Lakin Rəbb Misir ordusunda qarışıqlıq saldı. Arabaların çarxlarını elə ləngitdi ki, arabalar güclə hərəkət elədi. Misirlilər təlaşla dedilər: "Qaçaq, Rəbb onların tərəfində döyüşür." Rəbb Musaya dedi: "Əlini dənizə uzat." Musa əlini dənizə uzatdı və dəniz yerinə qayıtdı. Misirlilər qaçmağa çalışanda Rəbb onları dənizin ortasında məğlub elədi. Su Fironun ordusunu örtdü. Onların hamısı məhv oldu. Lakin İsrail övladları dənizin ortasında quru yerlə keçdilər. İsraillər Rəbbin möcüzəsini görəndə qorxdular. Rəbbə tabe oldular. Onlar Rəbbə və onun qulu Musaya iman elədilər. İsraillər Misirdən xilas edildikdən sonra Musaya dedilər: "Sən bizi səhraya ölüm üçün çıxartdın. Suyumuz, yeməyimiz yoxdur." Bol mərhəmətli Rəbb dedi: "Baxın, sizə göydən çörək yağdıracağam. Hər səhər gedib onu yığacaqsınız." Onlar bu çörəyi manna adlandırdılar. Allah onlara su da verdi. Tezliklə bu xalq Sinay səhrasında bir dağın ətrafında düşərgə saldı. Birdən dağda şimşək çaxdı. Göy guruldadı. Buluddan gələn çox uca şeypur səsi cəmaatı titrətdi. Sonra Rəbb alov içərisində dağa indi və bütün dağ titrədi. Rəbb Musanı dağın başına çağırdı və ona dedi: "Sizi Misir torpağından, köləlikdən çıxaran Rəbb Allahınız mənəm." Rəbb sözünü bitirəndə bu 10 əmri daş lövhələrə yazdı. "Məndən başqa Allahların olmasın. Bütlər düzəltmə. Onlara səcdə eləmə və qulluq eləmə. Allahınızın adını boş yerə dilinə gətirmə. Şənbə gününü yadda saxlayıb təqdis elə. Ata-anana hörmət elə. Qətl eləmə. Zina eləmə. Oğurluq eləmə. Yalandan şahidlik eləmə. Qonşunun evinə, arvadına, heç bir şeyinə təmas salma." Rəbb adamların öz mükəmməl müqəddəslik tələblərini pozanda neynəməli olduqlarını göstərdi. Rəbb dedi: "Torpaqdan mənim üçün bir qurbangah düzəlt. Qurban kəsib adımı çağır. Onda sənə xeyir dua verəcəyəm. Qan günahınızı təmizləyəcək və mən sizi bağışlayacağam." 40 il sonra Yəhudilər kimi tanınan İsraillilər Kənan torpağına gəldilər. Kənanlılar Rəbbi Allah kimi inkar elədilər və İsraillərə qarşı vuruşdular.
Allah İbrahim, İshak və Yaquba vəd edilmiş torpaqda məskunlaşan yəhudiləri qorudu. Rəbb qurbanlara və səcdiyə nəzarət eləmək üçün kahinlər təyin elədi. İldə bir dəfə xalqı təmsil eləyən baş kahin müqəddəs pərdənin arxasına keçirdi. Pərdə insanları Allahın müqəddəs hüzurundan ayırırdı. İllər sonra Allah öz ürəyincə olan Davudu seçib İsraillərin padşahı elədi. Allah salih peyğəmbərlər vasitəsilə adamlara sözünü deyirdi. İsraillər günah eləyəndə Rəbb peyğəmbərlər vasitəsilə xəbərdarlıq eləyirdi ki, günahda davam eləsələr, yadellilər onların torpağını işğal eləyəcəklər. Xəbərdarlıqlara baxmayaraq İsrail itayətsizlik elədi və Allaha qarşı üsyan elədi. Onun qanunlarını rədd elədi və onlara qarşı şəhadət eləyən peyğəmbərləri öldürdü. Nəhayət, 800 il üsyandan sonra İsrail öz torpaqlarından Aşşur və Babil ölkələrinə sürgün edildi. Hətta orada da Allah peyğəmbərlər vasitəsilə yəhudilərə sözünü deyirdi. Peyğəmbərlər tövbəyə çağırır. Günahkarlar üçün gələcək xilaskar haqqında deyirdilər. Mikeya peyğəmbər xilaskarın doğulacağı yerin adını dəqiq dedi. İsraildə hökmranlıq eləyən Betlehemdən gələcək. Onun mövcudluğu əbədidir. Allah hətta gələn xilaskarın Davudun nəslindən olacağını da dedi. Malaki vasitəsilə Rəbb xilaskarı bəyan eləyəcək və insanları onu qəbul eləməyə hazırlayacaq xüsusi carçını təsvir elədi. Zəkəriyyə peyğəmbərlik elədi. Padşahın gəlir. O ədalətli, xilaskardır, itayətkardır və eşşəyin balası olan sıpaya minib gəlir. Davud dedi ki, xilaskar yaxın dostlarından birinin ona xəyanət eləyəcəyini biləcəkdi. Zəkəriyyə hətta xəyanətin qiymətinin 30 gümüş olacağını yazmışdı. Yeşaya dedi ki, xilaskar işgəncələrə məruz qalacaq, qamçılanacaq, üzünə tüpürəcəklər. Davud edamı təsvir elədi. Xilaskarın əllərini və ayaqlarını deşsələr də heç bir sümüyü qırılmayacaq. Xilaskar deyəcək, Allahım, Allahım, niyə məni tərk elədin? Və baxanlar xilaskara lağ eləyib deyəcəklər, Rəbbin onu xilas eləyəcəyinə inanırdı. Davud yazdı ki, xilaskarın sümükləri oynaqdan çıxacaq, ona sirkə içirdəcəklər. Təqibçilər xilaskarın paltarları üçün püşk atıb aralarında bölüşdürəcəklər. Yeşaya dedi ki, xilaskarın işgəncə nəticəsində insan surətindən çıxdığını görənlər mat qalacaqlar. Peyğəmbərlik də var. Bir gün Davudun nəsli və Yerusəlimdə yaşayanlar bədənini deşdikləri xilaskara baxacaqlar. Bütün bunlar xilaskarın gəlişindən 100 illərlə əvvəl yazılmışdı. 70 illik əsarətindən sonra Rəbb öz xalqına İsrail torpağına qayıtmağa icazə verdi. Yəhudilər az sayda qayıtdılar. Bütün yəhudilər başqa xalqların idarəçiliyi altında yaşayırdılar. 500 il sonra Roma idarəçiliyi dövründə Davudun padşah nəslindən olan Yusif və Məryəm nişanlandılar. Lakin onlar evlənməzdən əvvəl bir mələk Məryəmə dedi: Allahın müqəddəs ruhun gücü ilə hamilə qalacaqsan. Uşaq Allahın oğlu adlanacaq. Sonra Rəbbin mələyi Yusifə yuxuda görünüb dedi: Yusif, Məryəmlə evlənməkdən çəkinmə. Onun uşağı müqəddəs ruhdandır. Körpənin adını İsa, yəni xilaskar qoyarsan. O öz xalqını günahlarından xilas edəcək. Yeşaya peyğəmbərin dediyi kimi oldu. Rəbb sizə bir əlamət verəcək. Bakirə qız bir oğul doğacaq və adını İmmanuel qoyacaqlar. Yəni, Allah bizimlədir. Yusif və Məryəm vergi ödəmək və siyahıya alınmaq üçün Betlehemə getdilər. Orada Məryəm ilk oğlunu doğdu. Adını İsa qoydular. Beləliklə, peyğəmbəri edildiyi kimi İsa Davudun nəslindən Betlehem şəhərində doğuldu. Yaxınlıqda gecə sürülərə baxan çobanlar var idi.
Rəbbin mələyi onların yanına gəldi. Rəbbin izzəti onların ətrafında parladı və onlar qorxdular. Onda mələk dedi: "Qorxmayın, çünki mən bütün insanlara sevinç xəbəri verirəm. Bugün sizə xilaskar Məsih doğuldu. Allahın lütfü ilə uşaq böyüyür, hikmətdə və ruhda yetkinləşirdi. Allahın və insanların gözündə lütf qazanırdı." İsa'nın 30 yaşı olanda vəftizçi Yəhya adlı bir adam səhrada vəz eləyib deyirdi: "Tövbə eləyin, özünüzü Rəbb üçün hazırlayın." Peyğəmbərlərin dediyi kimi Yəhya xilaskarın carçısı idi. Sonra İsa vəftiz olunmaq üçün Yordan çayına gəldi. Yəhya İsa'nı görəndə dedi: "Dünyanın günahını götürən Allahın quzusu budur." İsa vəftiz olunub sudan çıxanda göylər yarıldı. Allahın ruhunun göyərçin kimi endiyini və öz üzərinə qonduğunu gördü. Göydən səs gəldi: "Bu mənim sevimli oğlumdur. Ondan razıyam." İsa 40 gün səhrada qaldı. Həvvanı yoldan çıxaran şeytan İsa'nı hər cür sınağa çəkməyə çalışdı. Lakin İsa günah eləmədi. Nəhayət şeytan İsa'nı çox yüksək bir dağa aparıb ona dünyanın izzətli padşahlıqlarını göstərdi. Şeytan dedi: "Əyilib mənə səcdə eləsən, bunların hamısını sənə verərəm." İsa cavab verdi: "Rədd ol şeytan. Çünki yazılmışdı: Allahın Rəbbə səcdə elə və yalnız ona ibadət elə." İsa yer üzündə insan bədənində yaşayarkən, o bizim kimi sınağa çəkilirdi. Lakin o heç vaxt günah eləmədi. Adəm günah elədi, İsa günah eləmədi. Bu göstərdi ki, İsa dünyanın xilaskarı ola bilərdi. Möcüzələr daxil olmaqla İsa bir çox yolla vəd edilmiş xilaskar olduğunu göstərdi. Toy məclisində o suyu şəraba çevirdi. O 38 il şikəst olan adamı sağaltdı. Bir cüzamlı İsa'nı görəndə üzü üstə yerə qapanıb dedi: "Ya Rəbb, istəsən məni pak eləyə bilərsən." İsa ona toxunaraq dedi: "Təmiz ol." Və dərhal cüzam onu tərk elədi. İsa anadan gəlmə kör olan adamın gözlərini açdı. Həkimlərin 12 il sağalda bilmədiyi bir qadın İsa'nın paltarının ətəyinə toxundu. İsa dönüb dedi: "Qızım, imanın səni xilas elədi. Sülhlə get." Hər cür xəstələri onun yanına gətirirdilər. O hamısına şəfa verirdi. İsa 12 şagirdi çağırdı. O onlara cinlər üzərində güc verdi. Allahın padşahlığını vəz eləmək və şəfa vermək üçün göndərdi. İsa məşhur oldu. İzdiham onu dinləmək və şəfa almaq üçün onun yanına gəlirdi. 5000 nəfərə yemək lazım olanda İsa bir oğlanın çörəyi və balığı üzərində dua elədi. Yemək möcüzəvi şəkildə çoxaldı. Bütün izdiham yedi. 12 dolu zəmbil artıq qaldı. İnsanlar onun Allahdan olduğunun sübutunu istədilər. Onlar dedilər: "Ata-babalarımız səhrada manna yedilər. Müqəddəs yazılarda yazılıb, o onlara göydən çörək verdi." İsa cavab verdi: "Allahın çörəyi göydən enir və dünyaya həyat verir." Camaat dedi: "Ya Rəbb, bizə bu çörəyi ver." İsa cavab verdi: "Həyat çörəyi mənəm. Yanıma gələn heç vaxt acmaz. Mənə iman eləyən heç vaxt susamaz." İsa əvvəlcədən dedi ki, kahinlər və ilahiyyatçılar tərəfindən rədd edilib öldürüləcək. 3-cü gün isə diriləcək. Dini və siyasi başçıların əksəriyyəti İsa'nın təlimini rədd elədilər. Amma Nikodim adlı bir farisey
gecə ikən İsa'nın yanına gəldi. İsa ona dedi, Allahın padşahlığını görmək üçün yenidən doğulmalısan. Nikodim soruşdu, İnsan qoca ikən necə doğula bilər? Anasının bətnindən yenə doğula bilərmi? İsa izah elədi. Bədəndən doğulan bədən, ruhdan doğulan isə ruhdur. Yenidən doğulmalısan dediyimə heyrət eləmə. Nikodim ona dedi, o necə ola bilər? İsa ruhani həqiqətləri dərk eləmədən dini öyrətdiyinə görə onu danladı. İsa ruhən doğulmanı izah elədi. Allah dünyanı elə sevdi ki, vahid oğlunu verdi. Bunu ona görə elədi ki, ona iman eləyən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. Allah dünyanı mühakimə eləmək üçün deyil, onu oğlu vasitəsilə xilas eləmək üçün göndərdi. Mühakimə budur ki, dünyaya nur gəldi, amma insanlar şər əməllərinə görə qaranlığı sevdilər. Oğula iman eləyənin əbədi həyatı var, iman eləməyən isə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır. Nəhayət, Nikodim başa düşüb inandı. İsa bir qadına dedi, mənim verdiyim sudan içən heç vaxt susamaz. Bu su onun daxilində əbədi həyat verən su qaynağına çevriləcək. Qadın dedi, mən bilirəm ki, Məsih gələcək. O gələndə bizə hər şeyi deyəcək. İsa ona dedi, sənlə danışan mənəm, Məsih. İsa insanlara dedi, ardımca gəlmək istəyən əvvəlcə özündən imtina eləsin. İnsan bütün dünyanı qazanıb canını itirərsə, ona nə xeyri var? Tamahkarlıqdan qorunun. Həyat var yoxunun bolluğu deyil. Xəzinəniz hardadırsa, ürəyiniz də orada olacaq. Sonra baş kahinlər və fariseylər yığışıb dedilər, neyniyək? Bu adam çoxlu möcüzələr göstərir. Ona mane olmasaq, hamı ona iman eləyəcək. Romalılar gəlib vəzifəmizi əlimizdən alacaqlar. Bu arada İsa böyük səlahiyyətlə öyrədirdi. O, məbədə girib, oradakı alverçiləri qovmağa başladı. O dedi, mənim evim dua evidir yazılıb. Siz isə onu quldur yuvası eləmişsiniz. Atamın iradəsi budur ki, oğla iman eləyən hər şəxs əbədi həyata malik olsun və mən onu son gündə dirildim. Aranızda iman eləməyənlər də var. İsa iman eləməyənləri və ona xəyanət eləyəcək şəxsin kim olduğunu bilirdi. İsa barədə xalqda ayrılıq yarandı. Rəhbərlərdən bir çoxu İsa'ya iman elədi. Lakin dini yerlərdən qovulmasınlar deyə bunu açıq demirdilər. Allahdan deyil, insanlardan izzəti üstün tutdular. Dini rəhbərlərin çoxu İsa'nı öldürmək üçün yol axtarsalar da tapa bilmirdilər. Çünki bütün xalq onu dinləmək istəyirdi. İsa dedi, dünyanın nuru mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək. Həyat nuruna malik olacaq. İsa ona iman eləyənlərə dedi, sözümə görə yaşayan mənim şagirdimdir. Həqiqəti biləcəksiniz və həqiqət sizi azad eləyəcək. Oğul sizi azad eləsə, həqiqətən də azad olacaqsınız. Mən qapıyam. Mənim vasitəmlə Allahın yanına gələn şəxs xilas olacaq. Mən qoyunlar uğrunda canını verən yaxşı çobanam. Quzularımı tanıyıram. Onlar ardımca gəlirlər. Mən onlara əbədi həyat verirəm. Onlar həlak olmazlar və heç kim onları əlimdən qapmaz. 3 il öyrədəndən sonra İsa şagirdlərinə tapşırdı ki, heç kimin minmədiyi bir eşşək balasını ona gətirsinlər.
O sıpa üstündə Yerusəlimə gedəndə böyük izdiham İsa'nın bütün möcüzələrinə görə Allaha həmd eləyirdi. Onlar deyirdilər: Rəbbin ismi ilə gələn padşaha alqış olsun. Göydə sülh, ən ucalarda izzət olsun. Lakin İsa şəhərə yaxınlaşıb ağladı. Çünki insanlar onu xilaskar kimi tanımırdılar. Şeytan İsa'nın şagirdlərindən birinin, Yahudanın içinə girdi. O, rəhbər kahinlərlə birgə İsa'ya qarşı sui-qəsd hazırladı. Onlar sevindilər. Ona 30 gümüş verməyə razılaşdılar ki, İsa'nı həbs eləmək üçün yeri və vaxtı onlara desin. İsa ölüm məqamının gəldiyini bilirdi. Pasxa yeməyi üçün şagirdlərini yığdı. İsa çörəyə xeyir dua verib böldü. Onlara verib dedi: Yeyin. Bu mənim sizin üçün parçalanmış bədənimdir. Bunu məni xatırlamaq üçün eləyin. Bir kasa götürdü. Şükür eləyib onlara verdi. Hamısı içdilər. İsa dedi: Bu günahların bağışlanması üçün tökülən yeni əhdin qanıdır. Atamın padşahlığında sizlə yenidən içəcəyim günə qədər üzüm məhsulundan içməyəcəm. İsa dedi: Təlaşa düşməyin. Allaha və mənə iman eləyin. Atamın evində çoxlu məskən var və mən sizin üçün yer hazırlayacağam. Yer hazırlayıb gələcəyəm, sizi öz yanıma götürəcəyəm ki, mənlə olasınız. Gedəcəyim o yerin yolunu siz bilirsiniz. Thomas dedi: Rəbb, haraya getdiyini bilmirik, yolu necə bilək? İsa dedi: Yol, həqiqət və həyat mənəm. Mənim vasitəm olmasa, atanın yanına heç kim gələ bilməz. Həmin axşam İsa şagirdlərinə gələcək çətin vaxtlar haqda dedi. O dedi: Dünya sizə nifrət eləyərsə, bilin ki, sizdən əvvəl mənə nifrət eləyib. Mənə nifrət eləyən atama da nifrət eləyir. Şam yeməyindən sonra İsa dua eləmək üçün Getsemani bağına getdi. Şagirdlər onun ardınca getdilər. İsa duasını bitirəndən sonra oraya baş kahin və ağsaqqallar gəldilər. İsa ilə çörək bölmüş Yahuda onlara rəhbər idi. Yahuda İsa'ya öpüşlə xəyanət elədi. Birdən İsa, mənəm deyib özünü tanıdanda onlar geri çəkilib yerə sərildi. Sonra İsa könüllü olaraq onlarla baş kahinin evinə getdi. İsa'nı tutan məmurlar onu ələ salaraq üzünə tüpürdülər. Gözlərini bağladılar. Üzünə vurub deyirdilər: Ey müqəddəs insan, səni kim vurdu? Ertəsi gün tezdən cəmaat İsa'nı Roma valisi Pilatın yanına apardı. Onlar İsa'nı ittiham eləyirdilər. Biz bu adamın Yahudi xalqını pozduğunu gördük. Lakin Pilat İsa'nı soru-sual eləyib xalqa dedi: O ölümə layiq heç nə eləməyib. Mən onu döyülməsini əmr eləyib azad eləyəcəm. Lakin bütün xalq bir ağızdan çığırırdı: Edam elə, çarmıxa çək, çarmıxa çək! Edam elə, çarmıxa çək, çarmıxa çək! Pilat xalqı razı salmaq üçün İsa'nı vəhşicəsinə qamçılatdı. Sonra çarmıxda edama göndərdi. Rom əskərləri onun başına tikanlı tac qoydular. Ona tünd qırmızı xalat geyindirib dedilər: Yahudilərin padşahı sağ olsun. Onu yumruqla döydülər. Sonra onlar İsa'nı apardılar. Taxta çarmıxı kəllə yeri və ya Golgot adlanan yerə daşımağa məcbur elədilər. Bir çox il əvvəl Allah İbrahimə vahid oğlu İshaqı qurban vermək demişdi. Həmin yerin yaxınlığında Allahın vahid oğlu İsa'nı çarmıxa çəkdilər. İsa dua eləyib dedi: Ata, onları bağışla, neynədiklərini bilmirlər.
İsa iki cinayətkarlarla edam olunanda əskərlər İsa'nın paltarı üçün püşk atdılar. Davudun söylədiyi peyğəmbərlik yerinə yetdi. 3 saat ərzində cəmaət ona tamaşa elədi. Oradakı başçılar İsa'ya istehza eləyirdilər. O Allahın seçilmiş Məsihidirsə özünü xilas eləsin. Sonra 3 saat ərzində qaranlıq çökdü və peyğəmbərlik yerinə yetirildi. Rəbb hamımızın günahlarını onun üzərinə qoydu. İsa ucadan dedi: Allahım, Allahım, niyə məni tərk elədin? İsa müqəddəs yazıları yerinə yetirərək susuyuram, dedi. Əskərlər İsa'ya sirkə verib dedilər: Əgər Yahudilərin padşahısansa, özünü xilas elə görək. İsa sirkəni dadı buca səslə dedi: Tamam oldu. Ata, ruhumu sənin əlinə verirəm. Sonra başını əyib son nəfəsini verdi. O vəfat eləyəndə günəş qaraldı, yer sarsıldı və məbədin pərdəsi ortadan bölündü. Romalı yüzbaşı bunu görəndə dedi: Doğrudan da bu Allahın oğlu idi. Əskərlər İsa'nın yanında çarmıqdakı iki oğrunun baldırlarını qırdılar. Amma İsa'nın öldüyünü görəndə onun baldırlarını qırmadılar. Nizə ilə onun böyrünü deşib qan və suyu axıtdılar. Bunlar müqəddəs yazıların onun sümüklərindən heç biri qırılmayacaq. Bədənini deşdikləri şəxsə baxacaqlar sözlərinin yerinə yetməsi idi. Sonra iki mömin, Yusif və Nikodim, İsa'nın cəsədini götürüb kəfənə bükdülər və qəbrə qoydular. Yahudilərin tələbi ilə qəbir möhürləndi. Rom əskərləri keşik çəkdi. 3 gündən sonra zəlzələ oldu. Bir mələk qəbrin girişindəki daşı bir yana yuvarladı. Keşikçilər qorxudan titrəyib qaçdılar. İsa'nın davamçıları gəldilər, daşı kənarda görəndə təlaşa düşdülər. Birdən onlara parlaq paltarda 2 kişi yaxınlaşıb dedi: Niyə ölülər arasında diri axtarırsınız? O dirilib. Çarmıqda öldürülüb 3-cü gün diriləcəyi barədə İsa'nın sözü yadınızdadırmı? Onda İsa'nın sözlərini xatırladılar. İsa şagirdlərinin yanına gəlib dedi: Sizə salam olsun. Amma onlar ruh gördüklərini düşünərək dəhşətə gəldilər. İsa dedi: Əllərimə və ayaqlarıma baxın. Bu həqiqətən mənəm. Mənə toxunub görün ki, ruhun əti və sümükləri yoxdur. Musanın qanununda, peyğəmbərlərin kitabında və Zəburda mənim haqqımda yazılanlar yerinə yetsin deyə hər şey dediyim kimi oldu. İsa izah elədi: Müqəddəs yazılarda Məsihin əzab çəkib 3-cü gün diriləcəyi barədə yazılıb. Bütün xalqlara tövbə və bağışlanma onun adı ilə vəz ediləcək. Siz bunların şahidisiniz. İsa insanlara görünüb dəfələrlə diri olduğunu göstərdi. Bu, onun dirilməsinin təsdiqi idi. O, şagirdlərinə dedi: Dünyaya gedin və müjdəni təbliğ eləyin. 40 gündən sonra İsa şagirdlərinə elan elədi: Müqəddəs ruh üzərinizə indikdən sonra güc alacaqsınız və həm Yerusəlimdə, həm bütün Yəhudiyada, Samariyada
həm də dünyanın hər yerində mənim haqqımda danışacaqsınız. İsa onların gözləri qarşısında bir buludla yuxarı qaldırıldı. Ağ paltarlı iki kişi dedi: "Niyə dayanıb göyə baxırsınız? Göyə qaldırılan İsanı necə gördünüzsə, elə də qayıdacaq." Beləliklə İsa'nın davamçıları bütün ölkədə təbliğ və vəftiz eləyərək hamıya xilaskar Məsihin dirildiyini deyirdilər. onlar öyrədirdilər ki, günah və ölüm Adəm, bağışlanma və dirilmə isə Məsih vasitəsilə gəldi. Onlar həmçinin dedilər ki, Allaha güvənən və İsa'ya öz xilaskarı və Rəbbi kimi iman eləyənlər bir gün yeni bədəndə dirilib İsa ilə buludlarda qarşılaşacaqlar. Müqəddəs kitab deyir ki, səmalar açılacaq və İsa yer üzünə padşah və hakim kimi qayıdacaq. Onun adı padşahların padşahı və ağaların ağasıdır. Göydəki ordular ağ atlarda onu izləyəcək. İsa Zeytun dağına gələndə dağ bölünəcək. Məsih bütün yer üzündə padşahlıq eləyəcək. Lakin 1000 ildən sonra şeytan xalqları aldatmaq üçün yenə çıxacaq. Amma Allahdan od enib şeytanın ardınca gedənləri yandıracaq. Nəhayət, adamları aldadan şeytan od gölünə atılıb gecə-gündüz əbədi işgəncə çəkəcək. Sonra Allahın ağ taxtının qarşısında bütün ölülər dayanacaq. Həyat kitabında adı yazılmayan hər kəs odlu gölə atılacaq. Yeni göydə və yeni yerdə isə Allah öz xalqı ilə olacaq. Allah onların göz yaşlarını siləcək. Artıq nə ölüm, nə kədər, nə fəryad, nə də ağrı olmayacaq. Çünki köhnə şeylər keçib gedəcək. Günəşə ehtiyac olmayacaq. Çünki Allahın və quzunun izzəti nur saçacaq. Onlar əbədi padşahlıq eləyəcəklər. Həyat ağacı orada olacaq. Lənət yox olacaq. İsa deyir, susuyan gəlsin, həyat suyunu müftə götürsün. Budur, mən tezliklə gəlirəm. Nə bəxtiyardır sözlərimə əməl eləyənlər. Doğrusunu sizə deyirəm. Mənim sözümə qulaq asıb, məni göndərənə iman eləyən şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq. Əksinə, ölümdən həyata keçib. Bu, sizin üçün Allahın hekayəsidir. Yaradan və həyat mənbəyi olan Allah hər birimizin qeydinə qalır. Allahın həyatınız üçün gözəl planını öyrənin. O, müqəddəsdir. Ona yaxınlaşmağın yolu var. O istəyir ki, yalnız ona ibadət eləyəsiniz. Adəm və Həvva kimi biz də öz ağlımızla yaşayaraq günah eləmişik. Müqəddəs kitab deyir ki, Allahın qanunlarından yalnız bir qaydasını pozan kəs artıq təqsirkar və günahkardır. Dindar və ya xeyirxah olsaz belə, Allahın müqəddəsliyinə çata bilməzsiniz. Siz Allahdan ayrısınız və məhvə gedirsiniz. Amma sevən Allah sizin acizliyinizi görüb, öz oğlunu sizin günahlarınıza görə qurban verdi. Günahın əvəzi ölümdür. Allahın ənamı isə Rəbbimiz Məsih İsa'da olan əbədi həyatdır. Xilas hədiyyədir. Heç kim onu qazanıb öyünə bilməz. İncildə İsa dini rəhbər Nikodimə deyir ki, əbədi həyatı əldə eləmək üçün yenidən doğulmalıdır. Siz də Allahın ailəsində ruhən doğulmalısınız. Buna görə siz İsa'nı həyatınıza dəvət eləyin, günahınızı bağışlasın.
Allahın övladı olmaq və İsa'dan xilas istəyirsinizsə, elə indicə onunla danışın və bu duanı deyin. Mərhəmətli Allah, günahkar olduğumu bilirəm. İsa, çarmıqda günahıma görə qan axıtdığın üçün sənə minnətdaram. İsa, ürəyimi təmizlə. Mənim xilaskarım və Rəbbim olmağını istəyirəm. İsa, həyatıma gəldiyinə görə sənə minnətdaram. Amin. Bu duanı elədinizsə və Allah haqqında daha çox bilmək istəyirsinizsə, 3 şey eləyin. Duada Allahla söhbət eləyin. Müqəddəs kitabı oxuyanda onu dinləyin. Allahı və onun kəlamını sevən imanlıları tapın. Onda Allahı daha yaxşı tanıyacaqsınız.